Bir məhsulu istehsal etmək kifayət deyil. Onu necə doğru satmaq daha vacib faktordur. Sizcə burada biz ayaqqabıların reklamını nəyə görə yeməyin tam içində görürük? Çünki məhz sensor marketinqi hissiyatlarımızla oynayır. İnsan təbiətinin hiss etmək qabiliyyəti, eşitmə, görmə, dadma və qoxu bilmə duyğularıdır. Və sensor marketinqin əsas məqsədi bizim hissiyatlarımıza təsir edərək bizi məhsula bağlamaqdır. Bizim duyğularımızın hamısı vacibdir, lakin onlardan biri isə daha çox bizə emosiya və həzz yaşadanlardandır. Bu, dad bilmə duyğusudur. Buna görə də marketinqdə ən çox qida ilə bağlı olan çəkilişlər, vizuallar daha çox insan axını yaradır. Eyni zamanda yemək bizim həyat tərzimizin əsas hissəsini təşkil edir. Ona görə də biz qida görəndə öz həyat tərzimizə onu uyğun hiss edirik. Dad bilmə intuitiv hissiyat olduğu üçün başa düşmək çox asandır, çox sadədir. Və fərq etmir, sizin məhsullar nə qədər mürəkkəb olsa da qida ilə onu satmaq bir o qədər asan olacaq. Sizə ən çox misalını göstərə biləcəyim brendlər siyahısında birinci yerdə Jacquemus var. Təbii ki, bizim bu hisslərimizdə ən çox oynayan məhz marketinq kralı deyim, Jacquemus brendidir. Əslində satış üçün nəzərdə tutulan Jacquemus'un çantasıdır. Lakin bizim iştahımız və dad bilmə sensorumuza işləyərək onun çox dadlı bir məhsul olduğunu göstərməyə çalışır. Belə videolara baxarkən bizim reseptorlarımız işləməyə başlayır və beləliklə biz həzz duyğusunu yaşayırıq. Yəni bu emosiya, həzz duyğusu bizə o çantanı almağa sövq edir. Məsələn, bu videoda biz dondurma əvəzinə Jacquemus'un əslində məhsullarını görürük. Lakin hiss olaraq biz o sərinliyi, o dadı hiss edə bilirik. Və yaxud da hər hansı bir deyək ki, siz öz məhsulunuzun çəkilişində dadlı bir tort və yaxud da bir kapuçino içərək bunu çəksəniz, istər-istəməz bizim dad reseptorlarımıza təsir etmiş olursunuz. Yəqin bu brendi tanıdınız, Rode çox yaxşı bilir bizim dad reseptorlarımıza necə təsir edəcək. Moda, xüsusilə gözəllik sektorunda hal-hazırda ən çox trend çəkilişlərdən biri məhz qida ilə olan sensor marketinq çəkilişləridir. Bəs sensor marketinq modada niyə bu qədər vacibdir? Birincisi, moda məhsulları funksional ehtiyacdan çox emosional ehtiyac üzərində satılır. İkincisi, insan bir paltarı ona ehtiyacı olduğu üçün yox, özünü necə hiss edəcəyi üçün alır. Üçüncüsü isə sensor marketinq markanı sadəcə paltar istehsalçısı kimi yox, onu həyat tərzi təklif edən bir mövqedən göstərir. Qidanın rəngi, teksturası, parıltısı modanı daha maraqlı və qeyri-adi göstərir. İzləyicinin beynində artıq məhsul daha dadlı, cəlb edici, arzu olunan bir şeyə çevrilir. Əgər sənin moda markan varsa, belə vizual kontentlərlə daha yadda qalan kampaniyalar yarada bilərsən. Eynilə multisensor təəssüratın daha tez formalaşacaq. Hətta sürrealist kontentlərdə belə bu qidalar real olmasa da bizim sensorlarımıza təsir edə bilir. Və burada bir neçə video kontentlər yerləşdirəcəm. Siz də öz brendinizə tətbiq edə bilərsiniz.